zülmət qaranlıqda gündüz kimi çəkən təhlükəsizlik kamerası. Bu və bunun kimi bir çox yeniliklər Marriott Boulevard Oteldə Dahua Azərbaycanın təşkil etdiyi Dahua Partner Day 2025 tədbirində təqdim olundu. Tədbirin təşkil olunmasında əsas məqsəd ən son texnoloji yenilikləri nümayiş etdirmək, istehsalçı ilə tərəfdaşlar arasında əlaqə yaratmaq idi. Bunun üçün müxtəlif şirkətlərdən 300-dən çox qonaq dəvət olunmuşdu. Tədbirin başlanğıcında Dahua Technology şirkətinin Avrasiya üzrə regional direktoru Anton Chu, Avisek şirkətinin Dahua Technology Azərbaycan şirkətinin rəsmi eksklüziv distribütoru təyin edildiyini elan edib və sertifikatı şirkətin baş direktoru Kamran Fərəcova təqdim etdi. Tədbir şirkətin satış öncəsi texniki mühəndisi Murad Əliyevin təqdimatı ilə davam edib. O, qonaqları istehsalçının partnyor proqramının üstünlükləri ilə tanış edib. Tərəfdaşların Dahua Technology məhsul və xidmətləri ilə işini sadələşdirmək üçün hazırlanmış xüsusi tətbiqi təqdim edib. Gedişatda Avicom şirkətinin baş brend meneceri Elşən Səfərov süni intellektə malik VizSense məhsul və həllərinin geniş çeşidini və bir sıra termal təsvir kameralarını nümayiş etdirdi. Biz hansı hallarda günəş paneli kameralardan istifadə etməliyik? Təsəvvür edin ki, sizin elə bir obyekt yer var ki, orada nə elektrik var, nə də ki internetlə təchiz olunur. Belə olan halda günəş paneli daxilində, gövdəsində batareyka olan kameradan və təbii ki 4G modulla təchiz olunmuş kameralardan istifadə edə bilərik. Biz bu kameradan səmərəli istifadə etməklə 4G vasitəsilə datanı əldə edə bilirik, həm də ki günəşlə enerjisini təmin edə bilirik. Bu da sistemin effektivliyini artırır və təhlükəsizliyi tam olaraq qoruyur. Tədbir boyu çıxışlara əsaslanan suallardan təşkil olunmuş Kahoot viktorinaları təşkil edildi. Viktorinaların qalibləri Dahua Technology-dən qiymətli hədiyyələr aldılar. Dahua Partner Day 2025-in rəsmi hissəsinin əsas məqamı Dahua Technology-nin 7/24 tam rəngli müşahidə üçün eksklüziv VizColor texnologiyasının canlı nümayişi oldu. Bu sayədə hətta tam qaranlıqda belə aydın, canlı, rəngli təsvirlər çəkməyə imkan yaranır. VizColor texnologiyası 3 əsas prinsip əsasında işləyir. Bunlar AI ISP çipi, geniş apertura və böyük piksel ölçüsünə malik sensordur. Bu üç amilin önəmi ondadır ki, məsələn, birincisi, AI ISP çipi vasitəsilə həmçinin çipimizdə olan əvvəlcədən treyn olunmuş datalar həmin görüntünü analiz eləyir və gecə qaranlıq görüntünü tam olaraq bizə işıqlı şəkildə təqdim eləyir. Bununla yanaşı geniş apertura sayəsində bizim kameramız daha çox işıq aldığı üçün ən zil qaranlıq obyektivləri belə tam işıqlı hala gətirir. Geniş piksel ölçüsü isə şəkildə daha çox piksellərin olmasını təmin eləyir və bunun sayəsində biz zil qaranlığı belə tam olaraq işıqlı şəkildə izləyə bilirik. Bu yeniliklə Dahua kameraları gecə-gündüz yüksək keyfiyyətli video nəzarəti təmin edərək geniş işıqlandırma mühitlərində effektiv işləyə bilər. VizColor şəhər işıqları və ay işığı kimi zəif işıq mənbələrindən optimal istifadə edərək kameraların işığa həssaslığını artırır və daha çox işığın sensora çatmasına imkan verir. Musiqili və əyləncəli proqramların müşahidə ilə davam edən tədbir